Çiçək kimi xanımlara çiçək kimi bir tort hazırlayırıq. Əgər birinci sevənlər silsiləsindənsinizsə, mütləq bu resepti yaddaşa verib hazırlamağı şiddətlə tövsiyə edirəm. Birincikləri aydın qaydada hazırlayırıq. Daha sonra hər birinin içərisinə krem qaymaq əlavə edib rulet şəklində bükürük. Bükərkən hər birinin eyni olması üçün bükdüyünüz ilk ruleti yana qoyun və onun ölçüsündə hər birini bükün ki, bu formada yığarkən biri alçaq, biri hündür görünməsin. Hər birini bükdükdən sonra bu formada bir qabda bu cürə yığırıq. Aralarına krem biraz vururuq ki, yapışsın. Bunların hamısını bu formada yığıb lent vasitəsilə bağlayırıq. Həm hədiyyəlik çox gözəldir. Qarşıdan 8 mart gəlir. Həm də özünüzə də hədiyyə edə bilərsiniz. Çox gözəl görüntü yaradır. Bir-bir götürüb yemək üçün çox əladır. Üzərini isə mən adi bildiyimiz uni güllərlə bəzədim. Siz istəsəniz birinçikin özündən də güllər hazırlaya bilərsiniz. Bu cür gözəl görüntü alınır. Siz də hazırlayıb edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Yeni videolarda görüşənədək hələlik.